Gül istənilən dövrdə hisslərin ən yaxşı ifadə üsulu olub. Güllərlə bağlı hər kəsin öz xatirəsi, öz hekayəsi var. Hər kəsin heyranlıqla baxdığı, ətri gələndə ruhunun dincəldiyi güllərin becərilməsində gülçülərin əməyi danılmazdır. Sujetimizin qəhrəmanı Nəzmiyə Kazımova da 25 ildən artıqdır ki, gül təsərrüfatı ilə məşğuldur. Ailəvi bu işlə məşğul oluruq. Əsas qazanc yerimiz gül təsərrüfatıdır. Paniklərdə də hazırlayırıq, çöl ağaclarını da əkirik, becərdirik. Otaq bitkiləri var, həyət bitkiləri var. 1000 dənədən çoxdur seçimlər. Nəzmiyə Kazımova bağçasında hər cür güllər, bəzi ağacları becərir. Qızılgül, qərənfil, zambaq, kameliya, xrizantema, magnoliya, jasmin, piyon və yüzlərlə başqa çiçəklər. Bu mənzərəyə baxdıqca insanın könlü açılır, ruhu dincəlir. Yerli güllərlə yanaşı İtaliya, Hollandiya, İran və Türkiyədən gətirilmiş çiçəklər də becərən təsərrüfat sahibi deyir ki, hər xarici gül də bizim iqlimə uyğunlaşa bilmir. Bəzi güllər tam yetişmir də, inkişaf eləmir. Tez 5-6 aya görsən ki, yəni solur gedir. Amma eləsi var, özgəşdirir bizim torpağa, bizim iqlimdə inkişaf eləyir. Nəzmiyə xanımın güllərinin sorağına ölkənin bütün bölgələrindən gəlirlər. Bu rəngarəng çiçəkləri həyətlərində, evlərində görmək istəyən insanlarla yanaşı daimi müştəriləri də var. Satışa aparırlar, kimsə istəyir evi üçün alır. Sifarişlər olur, zəng olunur ki, yəni bu cür istəyirik, maşın yollayırlar. Alıb aparıram, satıram Bakıda, Gəncədə, Masallıda. 10 manat alanda 12 manata satıram, 20 manat alanda 25 manata satıram. Hər qiymətə gül, dekorativ ağac var burada. 1 manatdan tutmuş 70-80 manata dək. Hazırda 5 nəfər fəhlənin çalışdığı təsərrüfatını gülçü gələcəkdə daha da genişləndirmək, yeni güllər becərmək fikrindədir. Əfsun Ələsgərli, Hicran Şükürov, Lənkəran.